epiqrafik abidələrdə təhrif etmək çox çətindir. Çünki o daş üzərinə, sərt materiallar üzərinə yazıldığına görə orada hansısa bir dəyişikliyə aparmaq çox çətindir və onu müəyyənləşdirmək çox asan olur. Bəzən müəyyən dəri üzərində, kağız üzərində olan yazıları asan şəkildə təhrif edib dəyişdirmək mümkün olduğu halda daş kitabələr üzərinə, sərt materiallar üzərinə olan yazıları dəyişdirmək, onu təhrif etmək çox çətindir və bu nöqteyi nəzərdən epiqrafik abidələr birinci dərəcəli təkzib olunmaz mühüm məxəz və qaynaqlardan biri hesab olunur. Bəs ideoloji mənbələrin müəyyənləşməsində vasitəçi ola bilirmi? Əlbəttə, müəyyən o tarixi məsələlərin, ideoloji məsələlərin aşkarlanmasında, müəyyənləşdirilməsində, onun etnomədəni sərhədlərinin dəqiqləşdirilməsində epiqrafik abidələrin tədqiqi və oradakı məlumatlar çox mühümdür. Çünki hər bir yazılı abidə öz dövrünün ideoloji, ictimai fikri əsasında formalaşır və orada həkk olunur. Məsələn, bir çox tarixi abidələrdə sultanların fərmanları, hökmdarların fərmanları orada əks olunur ki, həmin yazılı abidələrdə həmin o mətnlər, yazılı məlumatlar əsasında dövrün ideoloji, siyasi, ictimai, iqtisadi və mədəni proseslərini, onun sərhədlərini və hakim olan düşüncəni müəyyən etmək mümkündür. Məsələn, Şirvanşahlar Sarayında Cümə məscidinin arxa hissəsində 1-ci Şah Abbasın fərmanı var, daş kitabənin üzərinə yazılmış. Orada həm vergi məsələləri, həm iqtisadi məsələlər, həm torpaq məsələləri haqqında məlumatlar əks olunub. Bu, həm bizə o dövrün ictimai, iqtisadi məsələlərini müəyyənləşdirməyə imkan verir. Eyni zamanda həm də ideoloji məsələlərin də onun dəqiq detallarını müəyyənləşdirmək üçün bizə çox gözəl və birinci dərəcəli məxəz kimi yardımcı olur.